Burada müəyyən şərhlər var. Elvin adlı izləyicimiz bildirir ki, Tofiq Bəhramovun ingilisləri o yaxşılıq burunlarından gəlsin. 2-3 topla qələbə qazandınız, bəsinizdir də. Məncə də İngiltərə millisi zaman-zaman bizlə oyunlarda hardasa jesti bəlkə də edir. Baxın, oyunda görsənən nə idi? Oyunda görsənən o idi ki, mən oyundan da qabaq biz belə danışanda dedik ki, yəni məşqçinin verdiyi mətbuat konfransında Liverpoolun baş məşqçisinin, futbolçuların danışdığı mediada yazılardan görsənir ki, necə də Qarabağa ciddi hazırlaşırlar. Yəni bu yəni ikinci hissə futbolçular meydançaya daxil olanda onlar necə yaxından onları göstərdilər. Onlar necə yəni həvəsli idilər qol vurmağa. Yəni 3-0, 4-0 onları qane eləmirdi. Sanki elə bil ki, bu oyundan Liga Çempionluqda və finala çıxacaqlar. O dərəcədə ciddi. Çox istəklidirlər. Çox son dəqiqələrə qədər bu dərəcədə ciddi yanaşmaq. Yəni onların da ciddi yanaşmağı hardan irəli gəlir? Qarabağ o belə deyək, Qarabağ məcbur etmişdi. Məcbur edib ki, o məsuliyyəti onlar hiss eləsinlər ki, bizlə oynayırlar da, məsələn Qarabağla oynayırlar. Yəni mən düşünürəm ki, futbolçular bu etapı məşqçilərin köməyi ilə, məşqçilər korpusunun köməyi ilə bunu psixoloji olaraq atladacaqlar, türklər demişkən, digər oyuna hazırlaşacaqlar.